Əlbəttə. Aşağıda Dolça bürcü üçün ən geniş və əhatəli proqnozu təqdim edirəm. Dolça geniş proqnoz. Bugünkü enerji sizi həm daxili dünyanıza, həm də xarici əlaqələrə fokuslanmağa sövq edəcək. Həm fərdi, həm də kollektiv mövzularda balans qurmaq ehtiyacı duyacaqsınız. Əsas diqqət yönəldiləsi sahələr isə yaradıcılıq, sosial əlaqələr və texnoloji yeniliklər olacaq. İctimai və şəxsi münasibətlər. Ətrafınızda baş verən hadisələrə fərqli prizmadan baxmaq istəyəcəksiniz. Ənənəvi yanaşmalardan uzaq durub, orijinal fikirlər ortaya qoymaq bacarığınız ön plana çıxacaq. Yeni tanışlıqlar, dost çevrəsinin genişlənməsi və ya əvvəlki münasibətlərin yenidən canlanması mümkündür. Eyni zamanda, uzun müddətdir içinizdə saxladığınız bir duyğunu paylaşmaq ehtiyacı hiss edə bilərsiniz. İş və maliyyə. İş həyatında yeniliklərə açıq olmaq sizə əlavə fürsətlər gətirə bilər. Yeni layihələrdə iştirak etmək, fərqli sistemlər və metodlarla işləmək motivasiyanızı artıracaq. Pul məsələlərində isə ehtiyatlı olmaq lazımdır. Xərcləriniz planlanmadan artarsa, sonradan çətinliklər yarana bilər. Gəlir gətirə biləcək bir ideyanın əsası bugün qoyula bilər. Sağlamlıq və ruh halı. Psixoloji olaraq azadlıq istəyi güclü olacaq. Sizi sıxan insanlardan və ya qaydalardan uzaq durmaq istəyə bilərsiniz. Ancaq bu mübarizə tək qalmaqla nəticələnməməlidir. Gündəlik rejimdə dəyişiklik, təmiz hava və yeni maraq dairələrinə yönəlmək ruhunuzu yüksəldə bilər. Bəzən yalnız qalmaq faydalı olsa da, bugün dostlarla söhbət daha təsirli ola bilər. Şəxsi inkişaf və daxili güc. İdeallarınız və düşüncələriniz reallığa yaxınlaşmağa başlayır. İntuisiyanız və analitik zəkanız bugün güclü işləyəcək. Qərar verməzdən əvvəl həm ürəyinizə, həm də beyninizə qulaq verin. Özünüzü daha yaxşı tanımaq və inkişaf etdirmək üçün bugün yazmaq, plan qurmaq və ya gələcək hədəfləri vizuallaşdırmaq tövsiyə olunur. Günün məsləhəti. Fərqli düşünün, sərhədləri aşmaqdan çəkinməyin. Sizin qeyri-adi fikirləriniz sabahın gerçəkliyini formalaşdıra bilər. Amma bəzən azacıq sadəlik də sizə sakitlik gətirə bilər. Əgər istəyirsinizsə, bu geniş proqnozu video və ya audio formatda da hazırlaya bilərəm. Həm də meşə fonunda və qadın səsi ilə. Sadəcə deməyiniz kifayətdir.